Və belə deyək də, ehtimala uyğun yəni atdım da. Yəni mən bilmirdim orada olub olmamağını. Məsələn mən atdım, uyğun gəlmədi, sən at məsələn. Bax belə biz öz aramıza belə parollaşıb yöntəmdən edirik Allahın köməklə. Allahın izni ilə də maşallah. Maşallah. Abi istəyirsən mən kukanı çıxam. Bu biraz çabalayıb maşallah. Canavar kimidir. Gözəl, gözəl. Maşallah. Allah bərəkət versin. Xeyirli uğurlu olsun qardaş. Əla. Maşallah. Çıxarayım mı? Kömək edeyim sənə. Dəmdən sən kömək edeyim. Bir balaca çətinliyə görə deyirəm. Dən sən istəyirsən təzə kukan verək. Ha? Yer mənasında çətinlik olacaq. Dən. Dən bir dəqiqə qardaş. Hə, usta bir dəqiqə. Bunu məsələni həll edək. Əsas sudur. Ya Allah, bismillah. Abi ehtiyatlı şekilde yani kanımız hazırdır. Arkası bağlıdır. Yok o şey bırakanda olur adet ha. Geç kardeş. Allah bereket versin. Maşallah. Allah. Evet dostlar bak belə kardeşimizle güzel bak belə bir şuka tuttuq. İstiqamətdə bak bu istiqamətdən tuttuq. Çok güzel. Allah min bereket versin. Təzə də kukan açdıq. Onu da qoyaq bura. Buralarda özü üçün girəcəksin. Maşallah. Şey yoxa çıxdı yenə. Nədir bu? Bunun başlığı. Yenə yoxa çıxdı. O hardadsa bilə bilməliyim. Nəysə nə olaraq qismət Allah'tan. Bunu da bura qoyuram, inanmıram sürüyü apara. Aparamaz o. Bu dəqiqə şeylə fikirləşir, özünü fikirləşir. Nə işdə düşdüm, durmuşdum da. Oturmuşdum da deyir. Bu qurumuş dilimlə. Oturmuşdum da deyir taxta tacımda, mənə lazım idi deyir. Gəldim deyir bura. Xeyir olsun. Amin inşallah qardaş. Amin. Allah'ın bereket versin. Düşürdü, ha. Badana. Ha? Ha diye bu da. Göyün üzünə çıxdım. Riski burada deyir. Baxdım. O ki harası düşüb ya. Bu xırtdəyinə keçib boğazın altına. Amerikanın bura tozluyorum. Ne çalıyorsun diyorsun. Senin bu qaqam nətərdir vəziyyət? Allah, eşşə. Əla. Eşşə, indi siveç. Ha, gözəl. Eşşə, maşallah da burada balıqlarımızı çıxartdığımız yerdə qəşəng bir dənə balıq gəldi, xeyirli olsun. Əla. Nəyi götürdü? Qaşığı? Qaşığı götürdü, hə. Əla, gözəl. İncimə oradan kəlbətin. Hə, kəlbətin gəl. Ayna intesi ki qardaş bu. Orada yox. Bərəkətli olsun. Deyirəm, nəyimizsə az idi. Götürüb, İkisi içərdədir. Super. Bir dənə tək qalıb. Şey. Ali gördü. Niyə özün?
Bura qalxıb tullanırdın ki. Get götür. Hə. Sənə lazım idi. Hə valla. Mən qalmışam deyir. Məni də apar. Şeydə deyir, nə deyir? Məni də apar. Mən- Hə, məni də apar. Hə valla. Səhərdən qaldılar ki, mən qalmışam. Hə, iti. Bayağı 100% o vuran olubdu, 100%. Bayağı bir üzüm eləyən, hə. Özü də çaşı qalıb ki, mən hara yer Gör düşmüşəm. şeydə suyun salafanıza gətirib balıqlar qoymaq. Hə, qəşəng. Allah bərəkət versin. Dilinə keçir. Əli göz daha. Bir dənə əlimi gördüm. Bir dənə ağarsın da. Dişinə keçsin, onun dişinə keçsinsə sən baxmağa çıxardamayacaq. Dedim yarım bir barmağım var. Hələ düzünə çıxıb çıxdı, все çıxdı. Hə, bax. Buyurun. Bərəkətli olsun qardaş. Qəşəng. Allah bərəkət versin. Etin bayaq qarmağını üzüm elədi, gəldi düşdü. Əmin Seyid. Mənə də verərsən sudan içərəm. Deyirsən bir dənə də gələr. Hə? Hə, qismət. Hə, Seymur. Hoşum belə. Ağzından tutanlardan çıxıb Qardaş, qismət qismət. O qismət idi, bax. O hərrənib, fırlanıb gələn qismət idi. Gəldi sənin qabağa, gəldi düşdü. Gör sən nətər oynayır, onun iqrasını görsən. Super idi, bax. Baş ikisini oradan götür. Salam aleyküm. Əziz dostlar, hər birinizə xoş gördük. İstərsən bax kanalından sizin hər birinizi salamlayıram. Bugün Ağdaş Balıqçılar Klubunun uşaqları, üzvləri, dostlarımız, atçək balıqçı, yırtıcı ovçular buradadır. İlham çəkilişdədir, bunu da bəri başdan deyirəm. Stayakımızı yığdıq deyənə məcbur bir nəfəs, yəni çəkiliş eləməlidir. O da İlham öz bu missiyanı boyuna götürdü. Dostlar, bugün İmişli ərazisinə gəlmişik. Bəzən atçəklə bağlı videolar çəkirik. Bununla bağlı bizə bir balaca müəyyən iradlar mı deyim və yaxud da nə bilim bir balaca inciklik mi deyək ki, deyirlər ki, yer mənasında. Bax, biz indi hal-hazırda bugün özəl xüsusi mülkiyyətdə olan bir yerdə deyik. Bugün biz İmişli ərazisindəyik, kariyer deyilən yerdəyik. Bugün gözəl balıqlar tutduq. Düz hava, normal hava keçmədi. Hava şəraiti yaxşı deyildi. Yəni belə deyək də, küləkli hava idi. Sonra tez-tez gün çıxırdı, batırdı. Yəni nəsə də bu hava şəraitinə uyğunsuzluq var idi. Amma çox şükür ki, bugün yaxşı balıqlar tutduq. Hardasa ümumilikdə uşaqlar bir 30-a yaxın balıq tutub. Hər adam yanılmasın bir 15-20 dənə ümumilikdə belə balıq qaçırtmışıq. Təəssüratlarınızı istəyirəm qardaş. Birinci istəyirəm, səndən başlayaq. Sən öz istəyirəm ki, təəssüratları bölüşəsən. Buyur qardaş. Nə deyim, mən də Ağdaş Balıqçılar Qrupundan, yəni hər birinizi salamlayıram. Aleyküm salam Bu gün qardaş. həqiqətən də çox gözəl bir gün oldu. Düzdür, hava oynadı Evet, biraz, doğru. külək, yəni gün, Evet. bulud. Amma yaxşı oldu. Allah bərəkət versin. Amin, amin. Hər kəsə də arzulayıram ki, gəlsin, yəni şərt balıq tutmaq deyil. Bəli, Balıqda bəli. bu həvəsi öldürməkdir. Bəli, bəli. Gəlsin öz həvəsini, qurdunu öldürsün. Çox gözəl. Fəruz qardaş, istəyirəm sən də fikri bildir. Balıqçı dostlara ateşli salamlar olsun. Aleykümselam. Əvvəlki kimi yenə bir yerdəyik. Yenə Durna balığında, Şuka balığında. Bəli. Durna balığı ovundayıq. Dostlar, bugünkü gündə ovumuz yaxşı keçdi. Allah'a Gözəl ov elədik. Təbiət İstirahət qoynunda elədik, olduq. gözəl. Yaxşı istirahət elədik. Gözəl ovumuz oldu. Nəticələrimiz yaxşı oldu. Nə deyim, bütün dostlara Çox şükür. salam olsun, balıqçı dostlara, təbiət sevənlərə salam olsun. Hamıya uğur olsun, rast gəlsin. Amin. Etik sən də fikri bildir. Öncəliklə salam bütün Aleykümselam. balıqçı dostlara, Aleykümselam. iştirakçılarına. Bugün gəldik, mənim üçün də bir xoş bir təəssürat oldu. Nə vaxt Bəli. gəlmirdim balığa və bir balıqlar tutub, mən də tutdum. Və hava şəraiti lap yaxşı olsa, hamımız da Əlbəttə ki. xoş ayrılardıq, amma yenə də təəssüratımız yaxşı. Bəli, bəli, doğrudur. Dostlar, Allah hamımıza can sağ versin. İlham, çox sağ ol qardaş. Yenə deyirəm, elə İlham bugün deyim olar ki, bütün çəkilişlərimizdə İlham düşübdür demək olar ki. İlham, sən də sağ ol, dostlar, hər biri canını sağ eləsin. Mən istərdim ki, elə canlı, zəhmət olmasın. İlham, sən də gəl, xahiş edirəm, düş kadra. Gəl, götürsün sən telefonu. İlham, sən də istərəm ki, həm klubumuzun üzvü ol, həm yırtıcı balıqçı ovçu kimi, həm Ağdaş Balıqçılar Klubunun, yəni idarə heyətinin. Mən də öz növbəmdə Buyur. Ağdaş Balıqçılar Klubunun izləyiciləri, istərsən bax kanalın izləyicilərinə salamlayıram. Aleyküm salam qardaş. Qolumuz Atçək Sürlər Şokov idi. Məhsullar keçdi. Gözəl. Yaxşı nəticələr oldu. Düzdür, hava şəraiti o qədər də yaxşı olmadı. Daha yaxşı nəticə ola bilərdi, amma bu da pis deyil. Çox şükür Allaha. Çox şükür Heç nə. Allaha.
Rast gəlsin hər birinizə, bütün həvəskar mütləq. at çək balıqçılıq növünə həvəsi olan hər kəsə də Bəli, uğurlar arzulayırıq. uğurlar arzulayırıq. İnşallah yeri də Anar müəllim dedi, istəyən gələr. İnşallah. İnşallah balığını tutar. Allah Öz qoysun. həvəsini öldürər. Dostlar, Allah'a amanat olun. Çox sağ ol İlham. Allah canını sayısın. Hər bir dəyərli qardaşlarım öz fikirlərini bildirdilər. Dostlar, göz haqqınızla halal edeyim. Biz bu videoların əvvəlində də deyirik, axırında da deyirik. Elə qardaşlar var ki, gələ bilir və yaxud da tuta bilmir. Və axır bu yəni bizdən asılı olan bir məsələ deyil. Yəni kanalımızın konseptinə uyğun olaraq mütləq videolar çəkməliyik. Bu da yekunlaşdıran Uzallahın adıyla hər birinizə Uzallahdan can sağlığı, ruziliyi, bərəkətli, gələcəkli ömür arzulayıram. Necə deyərlər, balıqda olda keçən gün ömürdən sayılır. Sağ olun, özünüzə müayət olun əziz dostlar. Sağ ol. Sağ olun.